Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Qəbula düşmə ehtimalı olan sualların izahına baxacağıq. Diqqətli şəkildə izləyirsiniz, baxırsınız, üsulları, formaları yadda saxlayırsınız. Kanalımıza abunə olmağı, bəyənməyi və paylaşmağı unutmuruq. Abunə sayı çoxaldıqca, bəyənmə sayı gəldikcə videoların sayı da artacaq və daha yaxşı olacaq. Arada bir reklam da eləyək də. Birinci sualımız cədvəl, qrafik, diaqram mövzusuna aid bir sualdır. Bu tipli suallar həll olunarkən nəyə diqqət eləmək lazımdır? Birincisi, dairənin 360 dərəcə olduğunu bilmək lazımdır. 360 dərəcəyə nisbətən bölünməsi qeyd olunur burada. İndi orada istifadə olunacaq olmayacaq ayrı məsələdir, amma ümumi olaraq burada 360 dərəcənin olduğunu biləsiniz. Yəni 360 dərəcəyə nisbətən desək ki, geyimə neçə dərəcəli hissə düşür? 360-ın 8%-ni tapacaqsınız, sonra 32%-ni tapacaqsınız, 24% və s. Amma burada onlara ehtiyac yoxdur. Çünki deyir, geyim xərcləri 640 manat olduğuna görə. Baxıram ki, geyim 8%-li bir hissəni tutur və xərc 640 manata bərabərdirsə, bizə yanacaq xərclərini soruşur ki, nə qədərdir? Yanacaq xərclərinə baxıram faizinə. 16% qeyd olunub, yazıram 16% nəyə bərabərdir sualı. Bunu, yəni x-də yaza bilərik. Bunu çarpaz şəkildə də eləyə bilərik və yaxud da ki, çarpazdan daha asan bir üsul 8-dən 16-ya neçə dəfə artıb? 2 dəfə. Deməli, 640-dan da 2 dəfə artıb neçə olmalıdır? 1280 manat. Yox, bu üsul haradan gəldi, necə gəldi? Həmişə uyğun olarmı, olmazmı şübhəsi qalırsa, onda gəlin yazıq da çarpaz şəkildə 8x bərabərdir. 16 vurulsun 640. Bayaq yazdığım da qeyri-adi bir üsul deyil. Zaten sadəcə çarpaz formada yazmağın biraz sürətləndirilmiş formasıdır. X bərabər nəyə? 16 vurulsun 640 bölünsün 8-ə. 16-dan 8 ixtisar gedir. Burada qalır 2. 200 640-a vuranda 200 nə idi? 2-ni 640-a vuranda elə yenə də 1280 eləmiş olur. Deməli, yanacaq olan hissə 1280 manatdır. Xərcləri, yəni yanacaq xərcləri 1280 manatdır. 8-16 necə qalxmışdı 2 dəfə. 2 dəfə vurduq, elədi 1280. Gəldi ikinci suala. Verilənlərə görə A üstə gedək B cəmini tapın deyir. Hesab əməlləri mövzusuna aid suallarda məntiqi həmlə axtarırdıq, düzdürmü? Buradakı məntiqi həmləni hardan ala bilərik? Məntiqi həmlə demirəm hələ ki buna, çünki rahatdır. D-nin qiyməti 4 olduğu görsənir. Çünki burada nə varsa yuxarıya keçirilməlidir. 4-dürsə, D-yə 4 yazacağım. Başqa yerdə varmı? Yoxdur. İkinci, bax, dediyim məntiqi həmlə buradadır. Həm 2-ni ABC-yə vurandan da tapa bilərəm. Amma daha rahatı A-nı ABC-yə vurmaqla. Vurmada bilirik ki, 4-ü ABC-yə vurur, buraya yazır. 4 rəqəmli bir ədəd alır. İkinci həmlədə nə edir? A-nı ABC-yə vurur, 948 alır. Növbəti həmlədə nə edir? 2-ni ABC-yə vurur, 6A2 almış olur. Mənə rahat olan hissə nədir? A-nı ABC-yə vuracağım hissədir. A-nı ABC-yə vuranda 948 alırsa, A-nın qiymətini müəyyənləşdirmək elə də çətin deyil. A-nın qiyməti 1 olmaz, çünki 1-i vuranda 900-lərə gedib çıxmaz. Elə yüzlüklərdə qalacaq. A-nın qiyməti 2 olmaz. 2-2-yə vuranda 400 maksimum yadda qalma ilə gəlib 500-ə çıxsın. Bu da alınmadı. A-nın qiymətinə 4 də qoya bilmərəm. Niyə? 4-ü 4-ə vuranda gedib çıxır 1600-ə. Həmçinin 4 zaten D-nin qiyməti idi. 5 qoyanısa artıq getdi 2500-ə çıxdı. Mənə lazımdırmı? Xeyr, qəti şəkildə lazım deyil. A-nın sadəcə ala biləcəyi bir dənə qiyməti var ki, o da 3-dür. A-nın qiymətini tapandan sonra artıq çox rahatlaşmış olacaq. Necə? 3-ü 3ABC-yə vuranda 948 eləyirsə, 948-i 3-ə bölərəm, rahat taparam da neçə? 9 3 dəfə, 4-ə indirdim 1 dəfə, 18 6, 316. Deməli, B-nin də qiymətini tapdım, C-nin də qiymətini tapmış oldum. B 1-dir, C 6-dır, bitdi. 4 dəfə 6 24 2 yadda, 4 dəfə 1 4, 2 dəfə 6, 4 dəfə 3-ün 12 yerindədir. 3 dəfə 316 948 yerindədir. 2 dəfə 316 632 yerindədir. A plus B cəmini istəyir. A-nın qiyməti 3, B-nin qiyməti 1. Cəmləri 4-ə bərabərdir. Deməli, ikinci sualımızın cavabı oldu 4.
Gəldik 3-cü suala. Tələbə kitabdakı sualların əvvəlcə 5də birini, sonra isə qalan sualların 3də birini həll etmişdir. Deməli, tələbə əvvəlcə 5də birini həll edib. Ümumi olaraq kitabımda nə qədər sual var? Bilmirəm, x-la işarələyirəm. X-in əvvəlcə 5də 1 hissəsini oxuduğuna görə yazıram 5də 1 x. Daha sonra qalan sualların 3də 1-ni həll etmişdir. Qalan sualların deyirsə, əvvəlcə tapım görüm nə qədər qalmışdı ki, onun da 3də 1-ni tapmış olum. Baxsaz, 5də 1-i gedibsə, yerdə nə qədər qalıbdır? Yadınızda tamdan həmişə 1-dən 5də 1 çıxanda elə bilin ki, 5də 5-dən 5də 1 çıxırsınız. 5də 1 hissə gedib, 5də 4 hissəsi qalıbdır. Yəni 5-dən 1 gedibsə, 5-dən neçəsi qalıb? 4-dür. Deməli, ümumi olaraq 5-dən 4x hissəsi qalıbsa, 5də 4x-i də qalan hissənin 3də 1-ini həll etmişdir, ya deyir. Vuracam nəyə? 3də 1-ə. Bərabərdir 15də 4x-ə. Əgər tələbə 40 sualda, yəni əlavə olaraq 40 sualda həll etsəydi, bütün sualların yarısını həll edərdi. Deməli, 5də 1x, üstünə gəldi qalan hissənin 3də 1-ini, yəni 15də 4x, üstə gəldi 40-ı, bərabərdir x bölə 2-yə. Niyə x bölə 2 yazdım? Çünki 40-ını da eləsəydi, yəni bunlar 5də 1-i, 15də 4-ü, 40-ını da eləyəndən sonra yarısı həll eləmiş olardı. Bunu həll eləmək qalır artıq. Ortaq məxrəc kimi 15 götürürəm. 15-də 5-ə bölsəm 3 eləyər. 3-ü də 1-ə vuranda 3x. Üzərinə gəl 15 iddiaya heç nə dəyişik olmur. 4x. Çıxılsın. Çıxılsın eləyəm. Birbaşa kəsrə yazacağım. Çıxılsın. 2-ni bu tərəfə keçəndə 15-i 2-yə böldüm. Daha doğrusu 30-u. 15-i qaldı heç nə. Keçirdək də. 15-də 3x söyləyək 4x çıxılsın. 2-də x bərabərdir mənfi 40-a. Deməli, x bölə 2-də keçirdim bu tərəfə. 15-lə 2-yə də ortaq məxrəc 30 idi. Kaş əvvəldən 30 eləyəydim. Baxdım da gecdi. Davam edirəm. 30 ortaq məxrəc olanda 3x-dən 4x neçə eləyirdi? Bu ikisinin cəmi 7x-dir, düzdür? 30-u 15-ə bölsəm 2, yuxarıya vursam 14x eləmiş olar. Çıxıram. 30-u 2-yə böləndə 15, yuxarıya da vuranda 15x. Bərabərdir mənfi 40-a. Bu eləyəcək nə? Mənfi 30-da x, çünki 14x-dən 15x çıxanda mənfi x eləyir. Bərabərdir mənfi 40-a. Hər tərəfə mənfiyə vuran və çarpaz vuranda x bərabər olur neçəyə? 1200 sual. Deməli, kitabda cəmi neçə sual var imiş? 1200 dənə sual varmış. Siz yoxlayaq. 1200-ün 5də 1-ini oxuyur əvvəlcə. 1200-ün 5də 1-i 240 eləyir. Sonra qalan sualları 1200-dən 240-ını oxudursa 960-ı qaldı. O 960-ın 3də 1-ini həll etmişdir. Cavabımızı qeyd edirəm, 1200-dür. 960-ın 3də 1-i 320 eləmiş olur. Və daha sonra da 40 sual oxuyur. İndi bunları cəmləsəm 240, 320 elədi, 560, 40 da gəldi elədi, 600. Bunları cəmləyəndə 600 nə idi? Bütün sualların yarısın. 1200-ün yarısı 600 deyilmi? Bəli, 600-dür. Həqiqətən də düz tapmışıq. Halaldır bizə. Bunları silərik. Davam edirik. Növbəti sualda deyir ki, Cəmil, Fikrət, Həsən, Dilbər, İlham kitab evindən 1200 yazdıq, cavaba. Kitab evindən 4 dənə riyaziyyat, 3 dənə fizika, 2 kimya, 1 bioloji kitabı almışdır. Lap yaxşı. Buna əsasən deyir, hər kitabdan ən çox bir ədəd almaq şərti ilə. Yəni, bunu birinci yadda saxlamaq lazımdır ki, saylarına uyğun baxaq. 4, 3, 2, 1, cəm elədi 10. 1, 2, 3, 4, 5 nəfər var. 10 kitab var, 5 nəfər var. Hərəsinə 2 dənə kitab düşəcək. Amma hər kitabdan ən çox bir ədəd almaq şərti ilə hərəsi 2 kitab götürüb. Nə deməkdir bu? Misal üçün, Cəmil 2 dənə riyaziyyat götürə bilməz. Və ya ki, Cəmil 2 dənə fizika götürə bilməz. Cəmil 2 dənə hamısı eyni kitabı götürə bilməz deyək, qutarsın geçsin. İndi bizə deyir ki, 4 dənə riyaziyyat var. 1, 2, 3, 4. Fizika. 3 dənə fizika var. 1, 2, 3. Kimya. 2 dənə kimya var. 1, 2. Bir dənə biologiya var. 1. Nə deyir? Şərtlərə baxaq.
Fikrət riyaziyyat kitabı almamışdır. Almayıbsa, almasın da. Deməli, riyaziyyat kitabını almamışdı Fikrət. Fizika kitabı alanlar riyaziyyat kitabı da almışdır. Deməli, fizika kitabı alan demir, bir dənəsini demir. Ümumi olaraq danışır ki, fizika kitabı alanlar deyirsə, fizika kitabının 3 dənəsi alıbdır. Onda 3 dənə də riyaziyyat eynisini almalıdır. Fizika kitabını alanlar riyaziyyat kitabı da almışdır. Bu cümlədə getdi. Cəmil və Dilbər eyni kitablar almışdılar. Cəmillə Dilbər eyni kitab alıbsa, necə deyir, mətnə sizdən kitab ilə kimi hansıdalıqlarını dəqiq alınır. Hə, lap yaxşı. Deməli, Fikrət riyaziyyata yazıla bilmədisə, riyaziyyat kitabını götürməmiş də, fizikaya da yazıla bilməz. Desəz niyə? Yəni, misalımız artıq başlanırsa buradan gedir. Fikrəti fizikaya niyə yazalım? Çünki Fikrəti əgər fizikaya yazsam, avtomatik riyaziyyata da yazılmalıdır. Deyirdi axı ki, fizika kitabı alanlar riyaziyyat kitabını da almışdı. O qaydaya görə Fikrət də demişdi ki, riyaziyyatda ola bilməz, ziddiyyət təşkil edir. Deməli, Fikrət fizika kitabını götürə bilmir. Yaxşı, əgər Fikrət riyaziyyat və fizika kitablarını götürmürsə, bu yazıq nə götürməlidir? Kimya ilə biologiya götürməlidir da. Desəz, bəlkə ikisi də burada FF yaza bilərik, yaza bilmərik. Onda ikisi də eyni kitab olur, kimya kitabı, ikisi də eyni kitab ola bilmədiyinə görə mütləq şəkildə Fikrət bir kimya kitabı götürür, Fikrət bir də biologiya kitabı götürür. Daha sonra deyir ki, Cəmil və Dilbər eyni kitablar almışdılar. Cəmillə Dilbər eyni kitab almışdılarsa, kimyaya yaza biləcək yeri yoxdur, biologiyada yaza biləcəyim yeri yoxdur. Onda avtomatik Cəmillə Dilbəri bura yazıram. Dilbəri. Fizika kitabı aldıqlarına görə avtomatik riyaziyyat kitabı da alırlar. Cəmil və Dilbər. Gördünüz? Cəmillə Dilbəri qeyriləşdirdik bu tərəfə. Çünki eyni kitablar almışdılar dedi. Eyni kitablar. Həm riyaziyyat kitabı alıblar, həm fizika kitabı alıblar. Yerdə qalan Həsəni hara yerləşdirəcəm, İlhamı hara yerləşdirəcəm, onu bilmirəm. Bizdən də soruşur ki, mətnə əsasən hansıların kitabı dəqiqalıqları məlumdur? Cəmil, Dilbər və Fikrət məlumdur. Cəmil, Dilbər, Fikrət. 4-də olacaq cavabımız D variantı. Bitdi. 5-ci sual nədir? Silə bilərik. Burada hər şey danışdıq, dedik. 2 nəfəri qeyd edə bilmirəm, tapa bilmirəm, amma heç lazım da deyil tapmağım. Çünki bizdən elə zaten onu soruşur ki, hansı dəqiq olar. 5-ci sual qeyri-aşkar operatorlar mövzusuna aid bir sualdır. Biraz ağla çətin gələ bilərdi, amma o qədər də dəhşətli bir sual deyil. 5 ilə 9-un cəmi 5 gələk 9 bərabər 14 eləyir. 14-də ortadakı 8-ə vurur. 14 8-ə vurur elədi 112. 4 ilə 3-ün cəmi 7, 7 dəfə 6 42. 2 ilə 7-in cəmi 9, 9 dəfə 9 81. 7 ilə 4-ün cəmi 11, 5-ə vurdum 55. Cavabımız oldu Y variantı. 6-cı sualda qanuna uyğunluğu müəyyən edin. Bu qanuna uyğunluq nədir? Baxıram ki, azaldı, artdı, azaldı. Bu formada gedəndə əksərən intervalla, yəni 2-2 baxacam. 5-dən 21-ə, 85-ə, 341-ə. 5-dən 21-ə 2 formada gedə bilərəm. 4-ə vurub 1-də gələ bilərəm üstünə. Və yaxud da ki, elə ümumi olaraq artımları qeyd edə bilərəm. Burada plus 16-dır, burada plus 64-dür, burada isə plus neçədir? 341-dən 85 çıxanda, 11-dən 5 çıxanda 6 ilə qutarır. 256. 256. Yazdıq mı? Yazdıq. Baxıram 16-dan 64-ə belə bir ifadə işlətmişəm, biləm, eşitmişsiniz. Ardıcıllıq hissəsində ardıcıllıq. Baxın, ardıcıllıq hissəsində ardıcıllıq budur ki, 16, 64, 256 da bir qanuna uyğunluqla düzülübdür. O qanuna uyğunluq hansıdır? 16. 4-ə vurdu, 64. 4-ə vurdu, 256. Sırf o qaydadan istifadə edir. 4-ə vurdu, 264 üzərinə gəldi, 4-ə vurdu, 256 üzərinə gəldi, bu formada gedir. Ortadakı isə, yəni yerdə qalanlar isə 7, 25, sual 385. Baxıram, 7-dən 25-ə nə qədər artıq? Plus 21. Estağfurullah. Plus 18. 25-dən bura nə qədər artsın? Bura nə qədər artsın? Əgər burada 16-dan 64-ə
4-ə vurmaqla gedirdisə, aşağıda da eyni qaydanı yoxlayacağam. Alınmasa başqa bir üsula əl ataram. 18 4-ə vursam neçə eləyir? 72. 25-in üstünə 72 gəlsəm 97 eləyər. İndi 97-nin üzərinə neçə gəlməliyəm? 18-i 4-ə vurdum 72 elədisə, 72-ni də 4-ə vuraram, eləyər 288. 288. Həqiqətən də 97-nin üstünə 288 gələndə 291, 385-i vermiş olur. Deməli, hər şey aydındır, qaydasındadır, yerindədir. Düz tapmışıq yəni. Cavabımız olacaq nə? B variantı 97. Aralarındakı artım 4-ə vurmaqla artır. 7-ci sual şəkil münasibətlərinə deyək. Şəkillərlə bağlı bir sualdır. Bu tipli sualları çalışın ki, hissə-hissə baxasınız. Hissə-hissə, mütləq şəkildə baxın, hissə-hissə. Çalışın yox, mütləq şəkildə. Ki, rahat-rahat tapa biləsiniz. Nə mənada hissə-hissə? Bu düz xətt buradadır. Bir dəfə yuxarıdan aşağıyadır. Bir dəfə enlədir, bir dəfə də yuxarıdan aşağı olmalıdır. Dediniz, B və C variantlarını sildiniz. Daha sonra bu xətti görürsünüz. 45 dərəcə geri getdi, burada oldu. 45 dərəcə geri getdi, burada oldu. 45 dərəcə geri getdi, burada olacaq. Yəni, son şəklimizdə buradadır. Amma şəkillərlə üst-üstə düşdüyünə görə bilmirəm onu və variant da çıxa bilmirəm. Nəhayət, üçüncü buradadır xəttim. 45 dərəcə geri getdi, burada oldu. 45 dərəcə geri getdi, buradadır, gizlənibdir. 45 dərəcə geri getdi, bu formada oldu. O formada olan A-da deyil, Y-də deyil. Cavabımız olacaq nə? D variantı. Gördünüz, üçünə də ayrı-ayrı baxdıq. Cavabımızı da tapmış olduq. 8-ci sual. Rebuslar mövzusuna aid bir sualdır. Böyük bir görsənir, amma çox sadə bir həllə həll olunmuş olacaq. Baxıram ki, 3, 6, 6, 9 alıbdır, 6, 8, 4, 12 alıbdır. Birinci ümumi olaraq baxmasam, yəni o hissələrə fikir verirəm ki, burada 44, 9 yanındakı x-dan deyir. Elə 49 edir, elə 49 dəqiqətən də. 36, 64, 25, 49 rəqəmləri artıqsa gəl-gəl deməlidir. Görməlisiniz onları kvadratik ədədlər. 6-nın kvadratı 36, 8-in kvadratı 64, 5-in kvadratı 25 və nəhayət 7-nin kvadratı 49. Deməli, x-in qiyməti oldu 7. Y-in qiymətinə baxsam, necə taparam? Kvadratın içərisindəki ədədlər necə tapılır? Gəlin baxaq. Baxıram ki, 9, 3, 6, 6-dan 9-u necə alaram ki? 9, 15 toplasam alınmır. Bəlkə kvadrata bitişik dairələrdən istifadə edeyim. Baxıram 3 ilə 6-nın cəmi 9. Sevinmişdim ki, görürəm 6-nın üstündən 4 gələndə 12 eləməz. Sağ olsun. Bu üsulda imkan vermirsə, başqa bir üsuldan istifadə edəcəm. Yenə də kvadrata bitişik olan 3 ilə 6-dır. 3-ü 6-ya vuracam 18, 2-yə böldüm 9. 6-yı 4-ə vurdum 24, 2-yə böldüm 12. 2-yi 5-ə vurdum 10, yəni bitişik olanları. 2-yə böldüm 5. 4-ü 9-a vurdum 36, 2-yə böldüm 18. Y-in qiyməti oldu 18. 7, 18, 2 variantda var. Və nəhayət, üçüncü hissəsini necə tapmış olacam? Üçüncü hissə isə haradadır? Z. Z-i necə tapırıq? Bu 7 idi, bu da 18 idi. Z-i necə tapırıq? Baxın bu cür. 9 ilə 5-dən 12-ni necə alarıq? Çünki 9-dan xətt gəlir, 12-dən xətt gəlir. Düzdür o hissələrə. 9 ilə 5-dən almağın yolu 9-dan 5 çıxıb 3-ə vurmaqla. 9-dan 5 çıxsam 4 eləyər, 3-ə vursam 12. 12-dən 9 çıxsam 3 eləyər, 3-ə vursam 9. 18-dən 12 çıxsam 6 eləyər, 3-ə vursam 18. Mən də 18-dən 5 çıxacam 13, 3-ə vuracam 39. Cavabım olacaq nə? Y variantı 7, 18, 39 gördünüz böyükdür. Böyüyə də parça-parça hissə-hissə baxıb həll eləmək lazımdır. Keçək 9-cu sualımıza. 9-cu sual anagram mövzusuna aid bir sualdır. Terapevt, pediatr, stomatoloq, dermatoloq, pedaqoq. Deməli, abəndə terapevt, pediatr, stomatoloq, dermatoloq həkimlərdir. Pedaqoq isə həkim deyil. Terapevt can həkimi, ümumi olaraq həkimdə də hər şey səhv eləmirəmsə terapevt. Sonra pediatr uşaq həkimidir, stomatoloq diş həkimidir, dermatoloq dəri həkimidir. 10-cu suala gəldik. Verilən fiqura uyğun açılışı seçin. Terapevt can həkimi.
Fikrim onda qaldı. Deməli, verilən fiqura uyğun açılışı seçin. Bu tipli suallar sizə qorxuducu, ürküdücü gəlir, amma inanın ki, kubların ən asan hissələrindəndir. Sadəcə ardıcıl olmağına baxmaq lazımdır. Ki, bu 10-cu sualda ümumiyyətlə asan formasıdır. Çətin forması bilirsiniz nədir? Burada bir üz verir. Növbəti dəfə başqa bir üz verir. Tutaq ki, bu formada. Yaşıl bir dənə üz verir. Nə deməkdir? Yəni, bunun üst üzü budur, alt üzü budur. Sadəcə ona diqqət eləmək lazımdır ki, variantları yoxlayanda tərsdən baxmaq, düzdən baxmaq məsələsini unutmayasınız. Burada zaten hamısı eyni olacaq. Çünki üst üzlərlə verilibdir. Hər şey qaydasındadır. Amma yenə dediyim kimi, bir alt, bir üst üzləri verəndə tərsinə baxmaq qaydasını da yaddan çıxartmayın. Tərsinə baxmaq qaydasını. Tərsinə baxmaq, yəni yuxarıdan aşağı baxmaq, yoxsa aşağıdan yuxarı baxmaq, onu demək istəyirəm. Misal çıxar qabağımıza, nə varsa, onu da izah edərəm. Əgər başa düşmədiniz. Nə etmək lazımdır? Sadəcə ardıcılığa baxmaq lazımdır. Tutaq ki, baxıram ki, qara nöqtədən sonra kvadratlar var, sonra da qara üz var. Baxıram, qara dairədən sonra nə var? Qara üz var, amma bizdən nə lazım idi? Ağlı qaralı üz lazım idi. Dairənin sağındadır. Şəkildə dairənin solunda verir. Mümkün deyil. Ola bilməz. Və yaxud da ki, baxın, ağ hissədən sonra qara nöqtə gəlməlidir. Ağ hissədən sonra qara nöqtə yoxdur. Bəlkə kəsib yaradaram desəz, kəsməklə də yaratmaq olmur. A variantı ona görə səhvdir. Sonra B bəndinə baxaq. B bəndində qara nöqtədən sonra bu ağlı qaralı hissə, ağlı qaralı hissədən sonra qara hissə lazımdır. Amma yoxdur qara hissə. Qara hissəni kəsib bura yapışdırma hüququm varmı? Var. Amma nə olsun, yenə də ağ aradan çəkilirmi? Çəkilmir. B bəndi də səhvdir. C bəndinə baxın. C bəndi ümumiyyətlə səhvdir. Niyə? Qara nöqtədən sonra ağlı qaralı kvadratlar olmalıdır. Amma qara nöqtədən sonra ağlı qaralı kvadratlar yoxdur. C bəndi çıxdı. Sonra Y bəndinə baxıram, yenə qara nöqtədən sonra ağlı qaralısı yoxdur. Qara nöqtəyə baxıb əksəriyyətini tapa bilərdiniz. Əksəriyyət yox, elə hamısını tapa bilərdiniz qara nöqtəyə görə. Siz də indi həmişə bir istiqamət götürün. Şərt deyil ki, birinci şəkilə baxasınız. Hansına baxırsınızsa baxın. Cavabımız onda olacaq nə? D variantı. Gəlin görək, həqiqətən D variantı uyğundurmu hamısına? Baxıram, qara nöqtədən sonra ağlı qaralı, sonra da qara hissə. Qara nöqtədən sonra ağlı qaralı, sonra da qara hissə. Birinci şəkil uyğundur. Kvadratdan sonra ağ, sonra qara. Baxın, kvadratdan sonra, ağ kvadratdan sonra, ağ, sonra da qara nöqtə. O da hər şey qaydasındadır. Qara üz, qara kvadrat. Amma ələn, bunlar alınmır, axı bir o tərəf, bir o tərəf. Dedik axı, bunun kəsib qaydası, gətirmək qaydası var. Rahat-rahat bu hissəni kəsərəm, gətirərəm, yapışdırıram bura. İndi baxın, qara üz, qara kvadrat, ağ kvadrat. Qara üz, qara kvadrat, ağ kvadrat. Hər şey qaydasındadır. Düppədüzdür. Gəldik 11-ci suala. Bu tipli suallar hansısa bir qanun uyğunluqla düzülür. O qanun uyğunluğu rəqəmləri tapandan sonra sual içərisindən yerinə tətbiq eləmək lazımdır. Bir növ şifrələr mövzusundan əlaqələndirə bilərik. Deməli, 1, 2, 3, 4, 5 düzdür. Baxıram ki, ağ dairə ilə başlayır. Ağ dairə ya 2 ilə başlayır, ya 4 ilə. Başlayaq da ya Allah, bismillah deyək, 2 ilə başlayaq. 2 ilə başlayaq sonra bu getdi. Yuxarısı ağ, aşağısı qara olan 3 var, 5 var. Baxıram ki, 5-də bir dənə də ağ hissə gəlməlidir, amma yoxdur. Ona görə buranı nə qeyd edirəm? 3 qeyd edirəm. 3 də getdi. Bundan sonra yuxarısı qara olan bizə də nə var zaten? 1 var. Buranı da 1 qeyd elədim. Daha sonra ağ gələn zaten 4 var. Ağla o hissə, aha, bu da uyğun gəldi. Amma 5 uyğun gəlmədi. 5-i buraya yersən 5-lə eyni deyil axı. Deməli, zaten mənim 2 dənə imkanım var idi, şansım var idi ki, ya 2 ilə başlayayım, ya 4 ilə. Deməli, 2 ilə başlamaq düzgün deyil. 4 ilə başlamaq lazımdır. 4-ün simvolu budur. Getdim. Daha sonra yuxarısı qara olan bizə dənə 1 var. Bunun başqa ehtimalı yoxdur. Bura 1-i qeyd edirəm. Sonra ağ olan sadəcə 2 var. Başqa heç bir şey yoxdur. 2-ni qeyd edirəm. 3 də ola bilər, 5 də ola bilər. Baxıram, 3-ü yazsam, sonra 5-i düzəldə bilməyəcəm. Amma 5-i yazsam, sonra 3-ü düzəldə biləcəm. İndi bundan sonra 5-i yazıram. Yəni alınmayan ehtimal 3-5-i düşünüb 5-3-ü yaddan çıxartsa da yenə vay halımıza. O zaman diqqətli olun ona görə. 5-i əvvələ yazsam, qara ağ hissəsini, 3-ü də sona yazıram, hər şey qaydasında. Deməli, buradakı qanun uyğunluq nədir? Fiqurlar 4, 1, 2, 5, 3 formasında düzülməlidir. 4, 1, 2, 5, 3 formasında düzülməlidirsə, 4-cü nədir? Birbaşa düzməlinin cavab ayətdən gedirəm.
Qara ağ kvadrat olmalı. Qara ağ kvadrat. İkincisi də ağ olmalıdır. İkincisi ağ, ikincisi ağ hər şey qaydasındadır. Variantlardan ayrım daha yaxşıdır. Sonra 1 gəlməlidir. Yuxarı ağ, aşağı qara. Yuxarı ağ, aşağı qara. Y bəndə düm ağ vermişdi, olmaz. D bəndə ağ vermişdi, tamamilə ağ vermişdi, olmaz. Sonra 4 getdi, 1 getdi. 1 nə idi? Bizə dənə bu. 1 nə idi? Bizə dənə bu. Sonra 2 gəlməlidir. Yuxarısı qara, aşağısı ağ. Baxıram 2 burada uyğun gəldi, 2 burada uyğun gəldi. Sonra 5 gəlməlidir. Ağ, qara. Ağ, qara, ağ olan hissə. Baxın, o ikinci B variantında yoxdur ağ, qara. İkisi də ağ idi. Baxın, bu hissələrdə ağ, ağdır. Ona görə B variantını silirəm. Cavab qalır nə? C variantı. Həqiqətən də 5 gəlirdi. 5-in yerinə buydu. Qeyd elədim. Sonra da nə qalmışdı? 3. 3-də bir dənə tək ağ idi. Yerindədir. Düppədüzdür. Cavabımız oldu C variantı. Gəldik 12-ci suala. 12-ci sualın müəyyən formada başqa tiplərini də görmüş ola bilərsiniz. Bu dəfə də kvadratlar formasına salır. İkisindən, yəni bundan yuxarıdakını, aşağıdakını alırsa, nə edirdi? Birinci, bu şəkili bölür ortadan. Bunu əvvələ, bunu da sona atır. Əvvələ baxın, boz ağ, boz ağ. Sona atır, ağ, boz, ağ, boz. Buyurdakına isə dəymədən, fırlatmadan, rəng dəyişmədən, heç bir dəyişiklik eləmədən atır ortaya. Və yaxud da ki, bu ikisinin münasibətində bunu ortadan bölür. Bunu əvvəl atır, baxın, qara ağ, bunu sona atır. Ağ, qara məsələsi. Və bu şəkildə heç bir dəyişiklik eləmədən ortalarına göndərir. Yaxşı, belə bir sual çıxır, bəs burada nə edeyim? Bununla buna ayrım, bir-biri yox. Yarıya bölür deyirəmsə, onda bunu yarıya bölməliyəm. Yarıya böləndə bu əvvəldə, bu sonda, bu isə ortada dəyişilmədən olmalıdır. Əvvəldə olan A variantında əvvəldə var. C bəndi heç elə oxşar deyil. Y bəndi də var, B bəndi də var, D bəndi də var. Sonlara baxıram. Qara, ağ, qara oxşuyur. Y bəndi tamamilə pozulubdur. Nöqtə yoxdur. Çünki bizim şeydə bu da çıxdı. Digər variantlar isə qaldı. Deməli, hamısından ayırıram. Əvvəllə son. Əvvəllə son. Əvvəllə son. Baxsam bu hissələrdən hansı variant uyğun gəlir? A bəndinə fikir verin. A bəndə 2 dənə də ağ vermişdi o hissədə. Nəyə gərək var idi ki? Lazım deyil o ağ hissələrə. Sonra B bəndində əvvəlində ağ, qara olan hissə yoxdur. Baxın, şeylə başlayır, nöqtəli hissə ilə başlayır. O da olmaz. Cavab olacaq nə? D variantı 12-də. Ağ, qara hissəsi. Baxın, ağ, qara hissəsi birə-bir. Ağ, qara dairə, ağ, qara dairə. 2 dənə qara dairə, 2 dənə qara dairə. Qara, ağ, hər şey qaydasındadır. Cavabımız olacaq nə? D variantı. Gəldik 13-cü suala. Kiloqramı 20 manata olan əmtənin 30 kiloqramını satarkən satıcı hesabı səhv etmiş, alıcıdan 450 manat almışdır. Ən sevdiyim suallardandır bu suallar. Çünki tələbələr çoxluqla bu misalda səhv edirlər. Satıcı həmin əmtədən deyəcək ki, ay müəllim, necə paxılsınız, tələbələrin səhv eləməyini sevinirsiniz. Yox, o məndə yox təbii ki. 30 manata olmaqla neçə kiloqram satmalıdır ki, içkini aradan qalsın? Deməli, 20 manata olan əmtə deyil, bir hansısa bir baldır. Maldır, baldır, elə bal satazmı olsun bal. 30 kiloqramını satarkən, 20 manatdan 30 kiloqram satarkən, bu yazıq 600 manat əvəzinə 450 manat alır. Deməli, 600 manat almalıymış. Nə qədər alıbdır? 450 manat. Deməli, 150 manat zərərdədir. Və bizdən də soruşur ki, bu zərəri aradan qaldırmaq üçün satıcı həmin maldan kiloqramını 30 manata neçə kiloqram satmalıdır ki, içkini aradan qaldırsın? Çox təəssüf ki, variantlarımızda 5 yoxdur. Bəzi qoçaq tələbələrimiz nə edir? Deyir ki, müəllim, satıcı həmin 30 kiloqram, 30 daha doğrusu kiloqramı 30 manata satmalıdırsa, 5-də kiloqram satsın bəsidir. 5 vuraq 30 bərabərdir 150 manat, qutarı getdi, ziyan aradan qalxdı. Xeyr əzizlərim, burada qazanc, xeyir, ziyan məsələləri varsa, mütləq şəkildə alındığı qiymət, satıldığı qiymət. Bunlar nəzərə alınıb maya kimi, maya yox, aldığı, satıldığı qiymət müəyyənləşdirib, nə xeyir qalır onu müəyyənləşdirmək lazımdır. Nə xeyir qalırsa. Ki, burada da onun kimi, yəni cavab 5 deyil ki, rahat-rahat 5-i 30-a vurdum, 150 elədi, qutardı, getdi. Yadda saxlayın, elə zaten bu malı 20 manata alırdı. 30 manata satanda 1 kiloqramında 10 manat xeyir əldə eləmiş olur. Yəni 30 manat bunun birbaşa xeyri deyil. Deyir axı həmin kiloqramını
30 manata olmaqla satır. Bu nəzərə almırsınız. Bəs 30 manatın 20 manatını alır axı. 30 manata da satır. Burada nə qədər xeyri qalır? 10 manat xeyri qalır. Əgər 1 kiloqramda 10 manat xeyri qalırsa, itkini aradan qaldırmaq üçün 150 bölünsün 10 bərabərdir 15 kiloqram. Deməli, o 15 kiloqram mal satmalıdır ki, 15 kiloqram mal satmalıdır ki, ziyan aradan qalsın. Baxın, o 15 kiloqram malı nə qədər də alır? 20 manatdan alır. Bərabər edirmi? 300-ə. Bir də neçədən satır? 15 kiloqramı 30 manatdan satır. Bərabərdir 450 manat. 300-ə almışdı, 450-yə satdı. Nə qədər xeyri var? 150 manat xeyri var. Bizə nə deyir ki, itkini aradan qaldırsın. İtkidə 150 manat idi. 15 kiloqram almaqla, satmaqla itkini aradan qaldıra bilərdi. Deməli, babanın 3 oğlu var, qızı yoxdur. Babanın nəvələrinin hər biri öz əmlərinin hər birinə bir hədiyyə verdi. Babanın Qadir oğluna 6, Sabirə 4, Adilə isə 8 hədiyyə satsa Qadirin neçə övladı var? Verin, babanın nəvələri hər biri öz əmlərinin hər birinə bir hədiyyə verdi. Biraz yanıltmaca oxşayan cümlə olsa da, tutaq ki, mənim 5 uşağım var, qardaşımın da 4 uşağı var. Həmin 5 uşaq gedir əmisinə 5 dənə hədiyyə verir. Qardaşımın 4 dənə uşağı mənə 4 dənə hədiyyə verir. Yəni, hər uşaq bir hədiyyəsi var və əmisinə verir bunu. Atasına hədiyyə vermir, sadəcə əmisinə verir. Burada da onun kimi. İndi deyir ki, Qadir var, Sabir var və Adil var. Deyir ki, Qadir adlı oğluna 6 dənə, Sabir adlı oğluna 4 dənə, Adil adlı oğluna 8 hədiyyə çatdı. Buradan bir sistem tənliyi çıxartmaq lazımdır. Əgər Qadirə 6 dənə hədiyyə verilibsə, onda Sabirlə Adilin uşaqları neçə dənədir? 6 dənədir daha. Yəni, Sabirlə Adilin uşaqları ayrı da bilmirəm, neçə uşağı var. Amma bilirəm ki, o ikisinin cəmi 6 dənə uşaq olmalıdır ki, o 6 uşaq hədiyyə versin, hərəsi bir dənəsi. Qadir əmisinin 6 dənə hədiyyəsi olsun. Deməli, sistem tənlik yazacağım. S üstəgələk A bərabərdir 6-ya. Yaxşı. Əgər Sabir əmiyə 4 dənə hədiyyə veribsə, onda nə olur? Qadirlə Adilin uşaqlarının cəmi 4 olur. Yazıram, Qadirlə Adilin uşaqlarının cəmi 4 olur. Və nəhayət, əgər Adilə 8 dənə hədiyyə verilibsə, avtomatik Qadirlə Sabirin uşaqlarının cəmi 8 olur. Yazıram, Qadirlə Sabirin uşaqlarının cəmi 8 olur. Bunu yazandan sonra bir sistem tənliyi ortaya çıxır. Yadınızdadırsa, bu tipli sualları necə edir? Alt-alta həll eləməklə. Olur 2 dənə A, üstəgələ 2 dənə Q, üstəgələ 2 dənə S bərabərdir 6, 4, 10, 18. 2-ni mötərizə xaricdən çıxardıram. A üstəgələ Q, üstəgələ S bərabərdir 18-ə. Hər tərəfi 2-yə bölürəm. Bura qalır A üstəgələ Q, üstəgələ S bərabərdir 18-də 2-yə böləndə neçə eləmiş olur? 9 eləmiş olur. Düzdürmü? Deməli, ümumi olaraq bu 3 nəfərin neçə uşağı var? 9 dənə uşağı var. Bizdən nəyi soruşur? Qadirin neçə övladı var? Həmişə nə demişik? Kimi soruşursa, onun adı olmayan ikisinin qiymətini yerinə qoymaq lazımdır. Onun adı olmayan hissələrdən, baxın, burada Qadirin uşaqlarının sayını soruşur. Düzdür? S ilə A-nın uşaqlarının cəmi 6-dır. Yəni, S kimidir? Sabirlə Adilin uşaqlarının cəmi 6 dənədir. Yəni, bu ikisinin 6 dənə uşağı var. Əgər Adillə Sabirin 6 dənə uşağı varsa, A üstəgələ S-in yerinə 6 yazsam, üstəgələ Q bərabər 9-a, Qadirin neçə uşağı olmuş olur? 3 dənə uşağı olmuş olur. Deməli, Qadirin 3 dənə uşağı var. Qadirin 3 dənə uşağı varsa A1, Adilin 1 dənə uşağı var. Onda Sabirin isə 5 dənə uşağı var. Diqqətlə baxsaz, hər şey qaydasındadır. Qadir əmlərinə neçə dənə verir? 5 buradan gəlir, 1 buradan gəlir. Elədi 6. 4 hardan gəldi? 3 bundan gəldi, 1 də bundan elədi 4. 8 hardan gəldi? 3 bundan, 5 də bundan. Həqiqətən hər şey qaydasındadır. Hədiyyələrimizi də payladığımıza görə sualımızı keçə bilərik. Qadirin neçə övladı var? Neçə övladı var? Tapdıq. 3 dənə övladı var. Cavabımız oldu A variantı. Daha sonra 15-ci sualda cədvəllər mövzusuna aid bir sualdır. Fikir verin, 2 ilə 2-dən 8 alıb. Biraz düşünərsiniz 2 ilə 2-dən necə 8 alır. Onda 5 ilə 2-yə baxın. 5-i kvadratda yüksəldər 25,
2-ni də kvadrata yüksəldir 29 deyirəm. Amma baxıram ki, 5-i kvadrata yüksəlsəm 25 eləyir. 1-i kvadrata yüksəlsəm 1 eləyir. 25-in üstünə 1 gələndə 26 eləyir. Alınmır. Deməli, onda başqa qayda fikirləşməliyəm. Bunu kvadrata yüksəldim, bunu 2-yə vurum. Onda o zaman alınır. 5-in kvadratı 25, 2-2-yə vuranda 4. Toplasam 29. Gördünüz, alındı. Və yaxud da ki, 5-in kvadratı 25, 4-ün kvadratı 4-ün kvadratı yox, 2-yə vurmaqla. Burada nə elədim? Hə, 2-2-yə vurdum, 4 eləmişdi da. 25-lə 4-ün cəmi 29 elədi. Deməli, 5-in kvadratı 25, üzərinə gəl 3 vur 2, yəni 6. Eləyir mi 31? Baxın, 31. Hər şey qaydasındadır. Gedirik birbaşa cavab hissəsinə. Sual işarəsi buradadır, düzdür. Nə edirdi? Kvadrata yüksəldirdi. Yüksəldirdi. 1-in kvadratı olacaq neçə? 1. Və burada nə edirdi? Toplayırdı mı? Bəli, toplayırdı. 3-2 vurmaqla 6. Bərabər elədi neçə? 7. 15-in sualda cavabımız oldu. C variantı 7. Gəldik 16-cı suala. Hansı variantlarda eyni bir fiqur təsvir olunub? Təbii ki, 1, 2, 3, 4, 5 hamısına bir-bir baxıb analiz eləməyə gərək yoxdur. Variantlarla işləsəz daha yaxşıdır, məqsəd uyğundur. 1 ilə 3-ün müqayisəsinə baxacaqsınız. Diqqətli şəkildə olsanız o qədər də çətin bir test deyil. 1 ilə 3-ün müqayisəsinə görürəm ki, birinci şəklin kürə hissəsi ikisi də düzdür. Amma üçüncü şəklin bir kürə hissəsi düzdür. Bir kürə hissəsində bir dənə əyri xətt var. Baxın, burada bir əyri hissə var. O əyrilik təbii ki, fərq yaradan hissələrdən də elə bütün testlərdə variantlar çıxanda elə o əyrilik sayəsində çıxırıq. A bəndi olmaz. D bəndində 1 ilə 2 deyilmişdi. Yəni, 1-in kürəyi düzdür, ikisi də düzdür. Amma burada biri düzdürsə, birində bir əyrilik var. Baxın, burada o hissə açıq aydın görsənir. O əyriliyə görə D bəndi olmaz. Sonra B bəndinə baxıram, 3 ilə 4-ü deyir. 3 ilə 4-də baxıram, düz xəttli kürəkləri, burada əyri xətt. Düz xəttli, burada da əyri xətt, heç bir problem yoxdur. Bu hissələr 2 dənə, bu hissələr 2 dənə. Bir dənə balaca hissələr, burada balaca. Cavab olacaq B variantı. Digər variantları yoxlayıyorum. 4 ilə 5-ə baxıram. 4 ilə 5-də yenə eyni problem. Burada düz. Amma burada düz əyri var. Çıxdı. 1-4-də yenə eyni problem. Düzdür. Burada 4-də də düzlə əyridir. Bu da olmaz. Çıxdıq. Cavab oldu B variantı. Qanun uyğunluğu müəyyən edin. Rebuslar mövzusuna aid bir sual. Görək bu nədir? Qanun uyğunluğu. Qanun uyğunluğundan ibarətdir ki, 52-dən 12 çıxaram, eləyər 60. Çıxmaram, toplayaram. 52 ilə 12-ni toplayaram, eləyər 64. Onu kök altına alaram, eləyər 8. 4-ə vuraram, eləyər 32. 34 ilə 15-in cəmi eləyər 49. Kök altına alaram, eləyər 7. 7-dən 6-ya vuraram, 42. 12-dən 13-ün cəmi 25. Kök altı 5. Buradan düzdür. Deməli, 60 ilə 21-in cəmi 81. Kök altı 9. 3-ə vurdum, 27. Cavabımız olduğuna 17-də Y variantı. Gəldik 18-ci suala. Bu qrafiklərdə bitkilərin boyu ilə bağlı çox suallar düşür. Diqqətli olun. Yəni, sınaqlarda çox nəzərdə tuturam. Qəbulda da düşmə ehtimalı olan suallardandır. Hündürlük verilir, bir də zaman verilir. Fikir verin, mən haradan biləm ki, buradan bura qalxana qədər nə qədər boyu var idi? Bizə əkilən zaman bitkinin boyunu soruşur. Ona görə baxın, bu hissədən 47-yə qədər qalxmağını düşünsəm, yenə tapa bilməyəcəm. Nə bilim, bura neçə santimetrdir ki, tapım. Amma 47-dən 71-ə konkret bir nömrə var. 47-dən 71-ə konkret nömrə verir ki, elə zaten hesabla. Götür hesabla. 47-dən 21-ə neçə santimetr qalxıb? 24 santimetr qalxıbdır. Bu 24 santimetri fikir versəz, 4 ildən ta 7 ilə qədər qalxıbdır. 24 santimetr. 4 ildən 7 ilə. 4 ildən 7 ilə neçə il eləyir? 3 il. 3 ilə nə qədər böyüyübdür? 24 santimetr. Əgər 3 ilə 24 santimetr böyüyübsə, 1 ilə 8 santimetr böyümüş olacaq. Bunu qeyd elədik. 1 ilə 8 santimetr. Və daha sonra 1 ilə 8 santimetr böyüdüyünü tapdıqmı? Tapdıq. Onda 1 ilə 8 santimetr böyüyürsə, 0-dan 4-ə qalxana qədər neçə santimetr olmalıdır? Neçə santimetr? 32 santimetr, düzdür? Çünki 4 il keçdi buradan. 4 il keçdi. Burada da oldu. Deməli, 4 ilə 32 santimetr böyümüş oldu.
Deməli, bu əkilərkən boyu neçə santimetr olmalıdır ki, üstünə də 32 gəlsin, 47 eləsin. 47-dən 15 çıxanda neçə eləyir? 32 eləyir. Hə, deməli, burada əkilərkən onun boyu neçə kiloqram neydi? Boy hündürlüyü neçə santimetr olmuşdur? 15 santimetr olmuşdur. O 15 santimetrdən əkilib, 4 ilə 8 santimetrdən 32 santimetrdə artdı, plus 32, 47 oldu. Plus da 47-dən 24 artdı, 71 olmuş oldu. Heç bir problem yoxdur. Hər şey qaydasında həll olundu. Ümid edirəm ki, yadınızda saxladınız. Deməli, ilk əvvəl nə elədik? 47, 21, 24-ü tapdıq. 3 ilə 24 isə 1 ilə 8-i tapdıq. Sonra 4 ilə 32 qazanır deyə, o da 47-dən 18 çıxdıq, elə də 15. 15-i var ki, 32 üstünə gəlib 47 eləmiş oldu. 18-də cavabımız oldu B variantı. Gəldik 19-cu suala. 1, 2, 3, 4. 4 dənə var. Burada kitabların adını qeyd eləyək. Burada illərin adını qeyd eləyək. Burada da müəlliflərin adını qeyd eləyək. Baxaq, görək nə var, nə yox. Fikir verin, deyir ki, bu 4 kitab nömrələr şəkildəki kimi yanaşı düzülmüşdür. Lap yaxşı. İlləri var 1960, 70, 80, 90. Bir də müəlliflər var. EFG, H. 1990-cı ildə yazılan kitabın müəllifi Y-dir. Konkret bir cümlə olmadığına görə saxlayıram. 3 nömrəli kitabı yazan G-dir. Ay sağ ol. 3 nömrəli kitabı yazan G-dir. Yazan müəllifdir da. Deməli, G-ni yazdım bura. Daha sonra deyir ki, 3 nömrəli kitab yazan, bunu demişdik də. 1960-cı ildə yazılan kitab S-dir. Buna bilmirəm, hara yazım, o qədər boş yer var ki. Bax, bu cümlə bizə çox kömək olur. Y-nin kitabı 1980-ci ildə yazılan kitabın sağında və T-nin solundadır. Y-nin kitabını birinci yerə yaza bilmərəm. Niyə? Çünki deyir ki, Y-nin kitabı 1980-ci ildə yazılan kitabın sağındadır. 1980-ci ildə yazılan burada hara yazılmalıdır? Bura yazılmalıdır. Xeyr, ona görə birinci yerə olmaz. Dördüncü yerə Y yazsam, bu da olmaz. Niyə? Deyir ki, 1980-ci ildə yazılan kitabın sağında T-nin solundadır. T-nin solu. Bunun 4-cü kitabdan sonra kitab yoxdur axı, T-nin solu necə olacaq? Ona görə Y-nin bircə dənə yeri var ki, o da buradır. Əvvəlki cümlədə nə demişdi? 1990-cı ildə yazılan kitabın müəllifi Y-dir. Deməli, yazıram bura 1990-cı ildə yazılan kitabın müəllifi G-dir. 1960-cı ildə yazılan kitab S-dir. 1960-cı ildə yazılan kitab S-dir. S-dirsə, S-i bura yaza bilmərəm. Burada bir də var, biri əldən çıxartmayaq. Deməli, 1990 S. S-i yerləşdirməyə çalışsam, S-i buraya yerləşdirə bilmərəm, çünki 1990 var. S-i buraya yerləşdirə bilmərəm. Neydə olunubdur? Hə, bizə dəqiqə S-dən qabaq daha çox bir şey deyək. Deyirdi ki, Y-nin kitabı 1980-ci ildə yazılan kitabın sağında. 1980-ci ildə yazılan kitabın həqiqətən sağında Y var. T-nin isə solundadır. T-nin solundadır. T müəllifdir da, düzdür. Baxın, MKS T. T-nin solundadırsa T müəllifdirsə, T-nin də yeri ora olmuş olur. Hə, indi S-in daha dəqiq olacaq. Çünki baxdım ki, S biraz şübhəli qalır. 1960-cı ildə yazılan kitab S-dir. Kitab S-dir. S-i bura yaza bilmərəm. Niyə? Çünki 1980-dir. Bura tutulub, bura tutulub. Bizə dənə S-in yeri qalır aşağı hissədə. S nə idi? Kitab idi, düzdür. S-i bura yazacağam. S kitabdır çünki. Bizə nə lazımdır? Aşağıda müəllifləri qeyd edirəm. Və S kitabı da 1960-cı ildə yazılmışdı. 1960, 80, 90 varsa 1970 də ortağa düşmüş olur. Başqa heç bir şey müəyyənləşdirə bilmirik. Deyir ki, hansı mütləq səhvdir? Bir nömrəli kitab 1980-ci ildə yazılmışdır. Bir nömrəli kitab bu mütləq doğru olandır. G-nin yazdığı kitab T-dir. G-nin yazdığı kitab T-dir. Bəli, bu da mütləq doğrudur. 2 nömrəli kitab S-dir. Xeyr, 2 nömrəli kitab S deyil. 4 nömrəli kitab S-dir. Cavabımız var 19-da C variantı. Gəldik 20-ci suala. 20-ci sualda deyir ki, Orxan, Kərim, Əli təyyar. Aydın şəxslərin hamısı hansı şeylərdə və neçə il yaşadıkları müəyyən olunur. İlləri qeyd edəcəm. 12 il var, 13 il var, 14 var, 16 var, 18 var. Bizə deyir ki, Orxan dostları Aydın, Təyyar, Əlidən daha uzun müddət yaşayıb. Deməli, Orxan
Aydından, Təyyardan, Əlidən daha uzun müddət yaşayır. Və Gəncədə yaşayan Kərim Orxan 2 ay az yaşamışdır. Hə, Gəncədə yaşayan Kərim belə Orxandan az yaşayırsa, Kərimdir, adı, Aydındır, Təyyardır, Əlidir. Bunların hamısı Orxandan az neyniyir? Müddət yaşayıb. Kərim, Əli, Təyyar, Aydın. 4 nəfərdir zaten. Bunlardan az, yəni bunların hamısı Orxandan azdırsa, yəni ən çoxu Orxandırsa, deməli Orxan neçə illik qalmışdı? Orxan 18 illiyə qalır. Deməli 18-ə yazdıq Orxanı. Qeyd eləyəndən sonra bizə deyirdi axı ki, Gəncədə yaşayan Kərim Orxandan 2 il az yaşamışdı. 2 il az da 16 il olduğuna görə, deməli nə yazıram bura? Kərim hardan idi? Gəncədən. Bura yazıram Gəncə. Sonra yazmışdı ki, Bakıda yaşayan Təyyar Aydından daha az. Deməli Təyyar Aydından daha az. Daha sonra Əlidən isə daha uzun müddət eyni şəhərdə qalmışdır. Əlidən isə, deməli Ə-T-A yazmalıyıqsa 3 dənə zaten boş yer var. Əlini bura yazacağam. Təyyarı bura yazacağam. Və Aydını da bura yazacağam. Bunu yazandan sonra deyirdi axı Bakıda yaşayan Təyyar. Bakıda yaşayır deyə buraya yazacağam. Bakı. Və bir də son cümlə ilə bütün hamısı müəyyənləşmiş olacaq ki, deyir. Mingəçevirdə yaşayan bu əta sözü getdi. İndi digər ona oxşar bir şey çıxartmalıyam ortaya. Çıxacaq daha doğrusu ortaya. Mingəçevirdə yaşayan Sumqayıtda yaşayandan daha çox. Mingəçevirdə yaşayan, hətta Sumqayıtda yaşayan daha çox. Gəncədə yaşayandan daha az müddət. Gəncədə SMG lazımdır. Ona görə mütləq şəkildə buraya yazıram. S, yəni Sumqayıt, M nəsə, Gəncədə zaten buradaydı. Düzdür. Deməli, Sumqayıt M nəsə deyərkən Mingəçevirdə bu. Gəncə, bir də nə olacaq? Quba. Burada yazıram Qubanı. Bitdi. Bizə deyir ki, Sumqayıtda yaşayan şəxsin adı nədir? Sumqayıtda yaşayan şəxsin adı Əlidir. Əli. 20-də cavabımız oldu. Y variantı. 21. 9 fərqli fiqur var. Sərəsi də 9-a qədər düzülübdür. Yazıram kənardan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Qiymətləri qoymağa gəlsək, çox olan hissədən başlayıram. 1, 1, 1, 1, 2 versəm 10 olar, 10 qiyməti yoxdur. 1, 1 versəm tarazda oldusa 5'dir. 1 ilə 5 getdi. Daha sonra burada 2 dənə tərəzi var. Biri ikisindən ağırdır, biri ikisindən ağırdır. Burada 2 dənə qiymətlər var. Hətta 3 dənə qiymətdə yoxlaya bilərik. 2 ilə 3 qiyməti, hətta 4 qiyməti də mümkündür. Sadəcə 2 qiyməti, deməli ulduzun yerinə yox. 2-ni bura versəm 2 deyirəm, amma ulduzun qiyməti var da 5. Artıq onu əlavə şeyləri düşünməyə gərək yoxdur. Çünki 3 bucağın qiyməti yalnız 2-dir. 2-dən başqa qiymət 1 idi ki, yuxarıda yazmışam. Başqa 3 var. 3-ü qoysam 6 5-dən ağır olmayacaq. 5 6-dan ağır olmayacaq daha doğrusu. Çünki ağır isə 5 kiloqram idi. 2-ni buraya yazandan sonra 3 ilə 4 qalır. İndi yazaq da hansı tutar tutmaz da böyüyünü yazdım. Görə kiçik olacaq, yoxsa böyük olacaq. 4 4-ü yazdım. Deməli 2 ilə 5 də getdi. 2 ilə 5 getdi. Sonra 4 də getdi. 4 4-dən ağır olan nə var? 9 var. 9 da getdi. Deməli bunun təsadüf 4 tapmışam. Oxşar olanlar nədir? 3 ilə 3-dür. 3 ilə 3 6 kiloqram eləyir. 6. 6 da gəlsəm eləyər 12. 8 də gəlsəm eləyər 12. Cavabda bir dənə 7 artıq qaldı. Artıq qalan da nədir deyəcəm. 3 6 3 elədi 12. 12-yə bərabərdir. Fikir verin, bütün tərəzilər hər şey qaydasındadır. 12 9 8-dən ağırdır, 5 5-ə bərabərdir, 5 2-dən ağırdır. Heç bir problem yaşanmadığına görə, deməli 4 qiyməti də düzgün qoymuşuq. Əgər alınmasaydı 3 qiymətini qoymuş olacaqdım. 4 qiymətini qoydum. Hə, bir də ki 7 qiyməti artıq qaldı. Yadda saxlayın. Əksər imtahanlarda qeyd eləyir, amma heç də birdən qeyd eləməsə də görərsiniz. Əgər tərəzilərin sayı birdən əskik gəlirsə, qiymətin sayı. Qiymətin sayı əskik gəlirsə, birini kənarda verib cavablarda soruşur sizdən ki, zaten bu fiqurlara baxsaz ürək işarəsi yoxdur orada. Ürək işarəsi sadəcə burada nəyi bildirir? 7-ni bildirir. Romb 6-nı, qara dairə 3-ü, ağ kvadrat isə 4-ü təmsil edir. Bizə deyirdi ki, artma ardıcıllığına. Artma nədir? Azdan çoxadır. Azdan çoxa düzmək istəyirəmsə, ən az çəki 3 kiloqramdır. O neçə nömrəldədir? 2. Yazıram 2. 3-dən sonra az kiloqram hansıdır? 4. 4 neçə nömrəlidir? 1. Yazıram 1. Sonra 6. Yəni 3-cü sıradadır.
7 kiloqramlıq, yəni 6 kiloqram 3-cü sıradadır, 7 kiloqram 4-cü sıradadır. 2134 cavabımız oldu. 22-ci sual. Bunu bir neçə formada eləyə bilərsiniz. Boğaz hissəsinə baxmaqla, Z formasında olan hissələrə baxmaqla, bir də aşağıdakı 5, 3 formalarına baxmaqla. Birini mən deyim. Baxın, sol tərəfə boş olan 1, sol tərəfə boş olan 2, 3, 4, 5, 6 dənə. 6 dənəsinin hamısının sol tərəfi boşdur. Sol tərəfi boşdur. Yazıram 6 dənə sol. Sağları saysam 1, 2, yəni 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə də sağ var. Bunların bir qanun uyğunluqla müəyyənləşməsi üçün nə edərəm? 2 dənə sol olan cavabı götürərəm ki, 8, 8 olsun da bir-birinə bərabər olsun. 1, bir ondan, bir ondandır. İkisi də sağa baxır. İkisi də sağa baxır. Bir ondan, bir ondan da olmaz. Cavabımızdan Y variantı. İkisi də sola baxır. Hər şey qaydasındadır. Baxsaz diqqətlə istiqamət verim. Tərsinə Z. Tərsinə Z-lərə baxa bilərsiniz. Sayılar bir-birinə bərabər olacaq. Düzünə Z ilə. Bir də bu hissələrdən özünüzü qoruyun. Nəzərdən qaçmasın yəni. Keçdik növbəti suala. Bəzi sualların izahında fərqli şeylər, sözlər eşidə bilərsiniz. Onu da gec saatlarında çəkilməsinə verərsiz gedər. Bəzən sözlər qarışır. 23-cü suala gəldik. 23-cü sual həmişə bu tipdən görəndə misalları fərqli birləşdirmək verdimcə içərdən çıxarılıbdır. İçərdən çıxarılmaya baxsaq, A variantında başlıq hissə, balaca bir hissə yoxdur deyə A bəndini çıxıram. Tutaq ki, B variantına baxıram. 3 dənə 1, 2, 3 böyük hissələr var, amma B bəndində çox incə bir hissə verildir. Gərək yoxdur, B bəndində çıxıram. Sonra C bəndinə baxıram. C bəndində bu hissəni görürsünüz. Bu hissə o qədər də dərinlikdə deyil. Yəni bu baş hissə var ha. Onu oraya yerləşdirə bilməyəcəm deyə. C bəndində çıxıram. Sonra D bəndinə baxıram. 3 dənə iti bucaqlı 3 bucaqları var. O qədər iti bucaqlı deyirlər deyə. Çıxıram cavablarına Y variantı. Birə-bir elə orada şəklin çıxarılmış formasıdır. 23-də oldu Y variantı. 24-cü sualda tərəfləri qeyd eləmək lazımdır. Bu 2 tərəflidir. Bu da 2 xətlidir. 4 xətlidir. 3 xətlidir. Bu 3 deyil. 4 xətlidir. 3 xətlidir. 3 xətlidir. 3 xətlidir. Yəni yazıram bura 3-dür. Bu da 3-dür. Bu da 3-dür. Bu da 3-dür. Bu 2-dir. Bu 3-dür. Bu 3-dür. Bu da 2-dir. 4 xəttdə harada itirdim mən? Burada. Deməli 1, 2, 3, 4, 5 dənə 3 xətti var. 1, 2, 3, 4 dənə. 1, 2, 3, 4, 5 dənə. 1, 2, 3, 4, 5-ci hanı bəs? 4 xətti, 4 xətti. Yenə 4 xəttin birini 3 xətti yazmışam. Hanı? Görə bilmirəm. Gördüm. 2 dənə 4 xətti, 2 dənə 4 xətti. Sonra 4 dənə 3 xətti, bəli 4 dənə 3 xətti var. 2 dənə 2 xətti var, bəli 2 dənə 2 xətti var. Nəhayət ki yazdım. Belə olanda ən az hansı tərəf xəttləri varsa onların koordinatlarını yazırdıq. Düzdür? Bu hara gedir? 3-ə və 4-ə gedir. Düzdür? 3 xətti və 4 xətti yazıram bura. 3 xətti, 4 xətti. Bu 2 hara gedir? 4 xətti ilə 3 xəttiyə gedir. Bu 3-dən 3-ə gedir. Mənim artıq gözlərim dəli görür. Deməli, bu da 4 ilə 3-ə getdi. Koordinatlarına fikir versəz, fərqli koordinatlardır və rahat-rahat tapacam. Bu 2-nin getdiyi yer 4-dür, 3-dür. Yazıram bura 4 ilə 3. Bağladım. Opsi kanı buradadır. Bu hara gedir? 3-ə və 3-ə gedir. Yazıram bura 3 ilə 3. Deməli, 2 4-3 olan hansıdır? 2 4-3 olan koordinatı olan 4-3. Hə, deməli 2-dir. 2, 3, 3 koordinat olan isə 1-dir. K-nın qiyməti artıq tapıldı. 3, 3 eyni olduğuna görə onu tapa bilməzsiniz, amma 4 ilə 3-ü rahat-rahat tapa bilərsiniz. Baxın, 2-dən 4 xətti 4-ə yol gedir. 2-dən 4 xətti 4-ə yol gedir. Bir də 2-dən 3 xətti 8-ə yol gedir. 2-dən 3 xətti 8-ə yol gedir. Bütün qiymətlər tapıldı. N-in qiyməti 4, F-in qiyməti 8, K-nın qiyməti isə 1. 4 isə 8, 12 çıxanda da 1 çıxdı. Çıx 1 eləyir neçə? 11 Y variantı. 25-ci sözdə fərqli olan sözü tapın deyir. A bəndi trolleybusdur, B bəndi avtobus, C bəndi tramvay, D bəndi dayanacaq, Y bəndi isə metro sözüdür. Trolleybusdur, avtobusdur, tramvaydır, metrodur.
Nəqliyyat vasitələridir, ya dayanacaq fərqli variantı, cavabımız oldu D variantı. Alıcının cibində 5, 10, 20, 50 manatlıq 4 dənə əskinas var, lap yaxşı. Alıcı müəyyən ki, vitrində olan bütün qiymətlər, malların qiymətləri fərqlidir kitabların və bunların arasında istənilən kitabı qalıqsız pul ödəməklə əldə edə bilər. Vitrində ən çox neçə kitab ola bilər? Qalıqsız pul ödəməklə deyirsə, yarada biləcəyiniz, yəni 5, 10, 20 manatla yarada biləcəyiniz bütün variantları yazmaq lazımdır. 5 manatlıq ola bilər kitabımız, 10 manatlıq ola bilər, 20 manatlıq ola bilər, 50 manatlıq. Yəni birinci təkləri yazırıq. Sonra 2-2 birləşdirəcəm. 5 ilə 10 manat olsa, eləyər 15. 5 ilə 20 olsa, eləyər 25. 5 ilə 50 olsa, eləyər 55. Daha sonra 10 ilə 20 olsa, eləyər 30. 10 ilə 50 olsa, eləyər 60. Bu da getdi. 20 ilə 50 olsa, eləyər 70. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 deyib, 10-dan kitabı işarələməyin. Bundan sonrası da var axı. Bəlkə 3 dənə qiymətdən uyğun olan var. 5, 10, 20-ni götürsəm neçə eləyəcək? 35. Və ya da ki 5, 10, 50-ni götürsəm eləyəcək 65. Və bir də 10, 20, 50-ni götürsəm eləyər neçə? 80. Düzdürmü? Aha, qeyd elədik 80. Bir də 4 dənəsində götürsəm 5, 10, 20, 50 hamısını götürsəm bir-beşə 70, 80, 85 manat eləyəcək. Sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Diqqətlə baxaq görək hansı qiyməti yaddan çıxartmamışıq. 5, 10, 15, 20, 15, 25, 55, 30, 60, 70, 35, 65, 75. Hə, 75 manat. 20, 50, 75 deyirəm amma 75 yoxdur burada. 50, 20, 5-liyi götürmədik. 75 manat da oradan. Gəldi neçə elədi? 15. Deməli, vitrində ən çox neçə dənə kitab ola bilər? 15 dənə. Niyə 15 dənə? Çünki 15 dənə fərqli qiymət tapmışam. Burada da 15 dənə kitab ola bilər ən çoxu. Gəldik 27-ci suala. Burada baxın 5 dəfə 4-ün 23 dəfə 2, 6 topladım 26. A, nə qəşəng. 4 dəfə 6, 24, 2 dəfə 1, 2 toplasam 27 eləməz axı. Başqa formada 54, 32 kimi baxsız yenə alınmaz, çıxsaz da toplasız da alınmır. Bunların heç bir alınmayandan sonra rəqəm baxmaq lazımdır bu qiymətlərə. 5-dən 3 çıxsam 2 eləyər. Daha sonra 4-ün üzərinə 2 gəlsəm 6 eləyər. Növbəsinə keçsəm 4-ün üstünə 4-dən 2 çıxsam 2 eləyər. 6-ın üzərinə 1 gəlsəm 7 eləyər. Və ya da ki növbət hissəsində 6-dan 1 çıxsam 5 eləyər. 2 ilə 6-yı toplasam 8 eləyər. Cavabımız olar 58. D variantı. 28-ci sual Futoshiki sualıdır. 29-cu sual isə Kakuro sualıdır. İkisini də diqqətlə izləyirsiniz. Baxırsınız bu xanaların heç birində qiymət yoxdur. Düzdür? Qiymət yoxdur və sudoku qaydasından oxşardır. Sudokuda nə idi? Sətir və sütun üzrə təkrarlanma olmamalıdır. Düzdür? Burada da onun kimidir. Sətir və sütun üzrə təkrarlanma olmamalıdır. Və bu tipli misallarda ən böyük və ən kiçik qiymətləri yoxlamaqla yaza bilərsiniz. Ən böyük və ən kiçik hansıdır? 1 ilə 4-dür. 1 ilə 4-ün yerini müəyyənləşdirmək çox rahat olur. Deyirəm ki, 1-i bura yaza bilmərəm. Niyə? 1 nədənsə böyük deyil. 1-i bura yaza bilmərəm. Niyə? Nədənsə böyük deyil. 1-i burada yaza bilmərəm. Niyə? Çünki 1 nədənsə böyük deyil. 3 xananın üçünə də yaza bilmədimsə 1-in yeri olacaq hara? Bura. Sonra sətir üzrə bura yaza bilmədim. Düzdür, bu üstünə baxacam. 1-i bura yaza bilərəmmi? Olar. 1-i bura yaza bilərəmmi? Xeyr. Çünki 1 nədənsə böyük deyil. Görürsünüz, 3 dənə böyük hissəsi var. Burada nə işi var 1-in? Burada yazıla bilmədi. 1-i bura yaza bilərəmmi? Xeyr. Çünki 1 nədənsə böyük deyil. Getdi. 1-in yeri qaldı bura. Deməli, bu sətirdə də, yox, sütunda da 1-in yerini müəyyənləşdirmiş oldum. Daha sonra bu sətrə baxsam, 1-i yuxarısına var deyə bura yaza bilmərəm. 1 yuxarısına var deyə bura yaza bilmərəm. 1-i bura yaza bilərəmmi? Xeyr. Çünki 1 nədənsə böyük deyil. Ona görə burada yaza bilmərəmsə D-nin yerinə olacaq. D-nin yerinə olacaq neçə? 1. Bütün birləri qeyd elədik? Yox, bu cəcə. Bu sütunda var, bu sütunda var, bu sütunda yoxdursa da S-nin qiyməti olacaq 1. Çünki yuxarıda 1 var, bura yaza bilmərəm. Bu sətrə baxıram ha. Aşağıda 1 var, yaza bilmərəm. Burada 1 var, yaza bilmərəm. Bir dənə S-nin olduğu hissəyə 1 qalmış olur. 1-ləri yerləşdirdim hamısını. İndi 4-ləri yerləşdirəcəm. 4-lər də kiçikdir. İşarəsi olan yerlərə yazıla bilməz. O baxımdan tapmış olacaq.
Tutaq ki, deyirəm ki, 4-ü bura yaza bilərəmmi? Deyirəm, xeyr. Niyə? Çünki nəsə 4-dən böyük deyil axı. 4-cə dənə xanam var. Və ya ki, bura yaza bilərəmmi? Xeyr. Çünki nəsə 4-dən böyük deyil axı. Deməli, burada yaza bilmədim, oraya yaza bilmədim. 4-ü yazacağam bura. 4 böyükdür 1-dən, 4 böyükdür 1-dən. Hamısından qoy böyük olsun. 4-ün birini bura yerləşdirmiş oldum. Zaten bunu 4-ü bu yerləşdirəndən sonra digər 4-lərə ehtiyac yoxdur. Niyə yoxdur? Bu sətrə baxacaqsınız. 2 dənə xana qalıbdır da. 2 dənə xana qalıbsa 2 ilə 3 formasında. Düzdür? 2-ni bura, 3-ü bura yazaram da. Niyə? Tərsən yazıram. 3-ü bura, 2 bura yaza bilmərəm. Axı 2 3-dən böyük deyil. 3-dən 2 qalmayıbdır. 2-ni bura, 3-ü də bura yazmam ki, 3 böyükdür, 2-dən olsun. Bu xanalarda isə 4-ün birini də tapa bilirəm. 4 bura yaza bilmərəm. Bax, bu sətrə baxacam. 4-ü bura yaza bilmərəm. Olmaz. 4-ü bura yaza bilərəmmi? Mümkündür. Xeyr. Çünki 4 oraya yazılsa, onda gərək bura 4-dən böyük bir rəqəm yazılsın. 4 burada yazılmadısa, 4-ün yeri bura oldu. Onda B-yə nə qalır? 3 qalmış olur. Digərlərini də axtarıb özünüzə taparsınız. Çünki rahat-rahat tapılacaq. Nə qaldı ki də? A, B, C, D ardıcılığı ilə düzün deyil. A 3-dür, B 3-dür, C 1-dir, D 1-dir. 33, 11, C variantı 28-dir. 29-cu sual Kakuro sualıdır. Kakuro sualının qaydaları yenə də şeyə oxşuyur. Sudoku sualına oxşuyur qaydaları olaraq. Amma bir fərqli məqam var ki, bir neçə fərqli məqam var. Yadda saxlayın, Kakuroda 0 rəqəmdən istifadə eləmir. Bir-birinə rəqəmlərin cəmi yuxarıdakını verir. Yəni bu 3 dənəsinin cəmi 24-ü verir. Bu 3 dənəsinin cəmi 19-u verir. 3 dənəsinin cəmi bu 10-u verir. Bu 3 dənəsinin cəmi yuxarıdakı 10-u verir. Və s. bu formada da 0-dan istifadə olunmur. Rəqəmlərlə düzəltməliyik bunları. Və bir də sətir və sütun üzrə təkrarlamadan başqa digər təkrarlamaların olmaz sətir və sütun üzrə, amma digər təkrarlama ola bilər. Yəni burada A7 alındısa, Y-nin də 7 alınmasında bir problem yoxdur. Çünki sətir və sütun üzrə təkrarlanma deyil ki, başqa bir yerdə alıbdır. Bunu da bildiksə keçirik. Bu Kakuronu həll eləyəndə həmişə böyük qiymətlərdən başlamaq lazımdır ki, o da 24-dür. 24-ü necə ala bilərək? 9, 8, 7. Yəni ən böyük 3 dənə rəqəmi cəmləməklə ala bilərəm. Düzdür? Məsələ bunların qiymətinin yerinə yerləşdirməkdir ki, bizə dənə F-in qiymətini müəyyənləşdirə bilirəm. 9 yaza bilmərəm. Niyə? Çünki bu sətirdə olan rəqəmlərin cəmi ilə 10 eləyir. Birinə 1, birinə 0 yazası deyiləm ki, dedik axı, Kakuroda 0 olmaz. F-in yerinə 8 də verə bilmərəm. Neçə qalır? 10 olması üçün 2 qalır. 1 ilə 1 verəcəm buna. Dedik axı, sətir üzrə eyni qiymətlər olmaz. Ona görə F-in qiyməti 100% neçədir? 7-dir. F-in qiyməti 7 oldu. İndi başqa hissəyə baxırıq. 23 olan hissəyə baxın. A, B, C-nin cəmi 23-dürsə, bu necə ala bilər? 9, 8, 17, 6. 9, 8, 6-dan ala bilər bunu. 9, 8, 6-dan. Amma baxıram ki, 9-u bura yaza bilməz. Niyə 9 yaza bilməz? Çünki yuxarıda 9 yazsa 0 ilə 1, 10 yenə alamayacaq da, yuxarıdakıların cəmi 10 eləməlidir axı. Və hətta ki 8 qiymətini. 8 qiymətini buraya yaza bilərmi? Xeyr, 1, 1 qalır, o da olmur. Bir dənə 6 qiyməti qalır. Deməli, A-nın qiyməti oldu neçə? 6. Daha sonra 19 qiymətinə baxaq. Yox, elə bura baxaq. 6 aldıq, amma yenə deyirəm, 8 ilə 9-u da tapa bilmədik. Düzdür? 6 qiymətinə gələndə bu hissələrin cəmi neçələməlidir? Yəni A, D, K-nın cəmi 10 eləməlidir. Düzdür? 10 eləməsi üçün 4 qalıbdır da. 2, 2 yazası deyiləm ki, 3, 1 yazmalıyam. Yaxşı, bəs 3, 1-i necə yerləşdirim? 3-ü bura, 1-i bura mı? Xeyr. Bəs onda bu sətirdə pozulma olacaq axı. 3-dən 7 gəldim 10, 0 düşmüş oldu. Olmaz. Deməli, 6-yı oraya yazandan sonra bizədən ehtimal qalır ki, D-yə 1 yazım, K-ya da 3 yazmış olum. D-yə 1 yazandan sonra bu sətir üzrə tamamlanır. 1, 7, 8, bura qalmışdı neçə? 2. Deməli, D-nin yönü qiymətinin 2 olduğunu müəyyənləşdirmiş oldum. 19-dan 3 çıxdım. Yəni 3 MN-in cəmi 19 eləyirdi. Düzdür, qaldı 16. 16 vəziyyətini necə yaradaram? 9 ilə 7-dən. 8 ilə 8-dən yaradası deyiləm ki. 8-dən 8-dən yaramsa 9-dan 7 qalır. Başqa heç bir qiyməti alındıra bilmirəm. Onda 9-u bura, 7-ni bura yazım. Xeyr, 7-ni 7 toxuşur axı. 7-ni bura yazım, 9-u bura yazım. Onda 9, 7 neçə elədi? 16, 8 də gəlsəm 24 eləyər. 6, 8, burada neçə qalar? 9 qalmış olar. İndi baxsaz, 9, 2, 11, 18 verdi.
8, 7, 9, 24'ü verdi. 6, 1, 3, 10'u verdi. Bu tərəfə baxsaq belə 6, 9, 8-in qiyməti 15, 23'ü verdi. 1, 2, 7-in cəmi 10'u verdi. 3, 7, 9'un cəmi 19'u vermiş oldu. B-nin qiyməti 9, C-nin qiyməti 8, D-nin qiyməti 1, Y-nin qiyməti 2, K-nın qiyməti K 3, N'in qiyməti 9, A-nın qiyməti 6, F-in qiyməti 7, M-in qiyməti isə yenə də 7 olmuş oldu. Bunları cəmləsək 9, 8, 17, 18, 20, 23, 32, 32'dən 6 çıxsam 26, 19, 12. 29'da oldu cavabımız D variantı 12. Və nəhayət 30-cu son sualda izah edeyim. 18'dən 6'dan 27, 28'dən 7'dən 39. Biraz çətin ağla gələ bilər hardasa, amma diqqətlə baxsaq yenə də ədədlərin xassəsindən istifadə edəcəyik. 18'dən 6 bir-birinə bölünən ədədlərdir. 28, 7, 15, 13, 22, 11 hamısı bir-birinə bölünəndir. 18'i 6'ya bölsəm 3 eləyər. 3, 27 kuba yüksəldirim, amma 39 kubluq bir şey deyil axı. 28'i 7'yə bölsəm 4 eləyər. Necə tamamlayayım? 18'i 6'ya böldün 3 elədi. 18'in üstündən 6 gəldin 24 elədi. Sonra 3 ilə 24 topladın 27 elədi. 28'i 7'ye böldün 4 elədi. 28 ilə 7'ni topladın 35 elədi. Bunları bir də topladın elədi 39. 15'i 3'ə bölsəm 5. 15 ilə 3'ün cəmi 18. Bunları bir də toplasam eləyər 23 qaydasında dərşək. 22 11'ə bölsəm 2 üzərinə gəl. 22 üstə gələk 11, yəni 33 bərabərdir 35'ə. Cavabımız oldu nə? A variantı. Bax belə 30 sualın izahını görmüş oldunuz. Diqqətli şəkildə baxsanız faydasını görmüş olacaqsınız. Çünki Kakuro Futoshiki biraz son dövrlərin sualları da ola bilər düşsün. Bu tipli sualdır, 27-ci sualdır, 24-cü sualdır. Ümumiyyətlə də yəni burada təbii ki mən sizə faydalı ola biləcəyini düşündüyüm sualları zaten sayıram. Mətni məntiq təhlilات 2-dən sual var idi və digər kublardan, digər mövzulardan. Oldu. Özünüzə yaxşı baxın. Növbəti videolarda, növbəti izahlarda görüşənədək hələlik.